Bugün kinomuzun ən müəmmalı ölümlərindən biri barədə danışmaq istəyirəm. Qısa vaxtda populyarlaşan və intihar edən aktyor haqqında. Gəlin əvvəlcə bu kadrları izləyək. Ona mən 100 dəfə demişəm. Elə adamlar var ki, onlara bir tikə quru çörəkdən ötürü ağız açmaqdansa acından ölsən yaxşıdır. O 1953-cü ildə doğulub və 1986-cı ildə ilk filminə çəkilib. İlk çəkildiyi filmin adı Aşkarsızlıq şəraitindədir. O bu filmdə müstəntiq rolunu oynayır. İlk filmdən baş rolu çəkildiyi üçün diqqətləri üzərinə toplayır. Bundan sonra ard-arda filmlərə dəvət alır. Özgə ömür, Şahid qız, Zirzəmə oynadığı filmlərdəndir. Lakin o bir müddət sonra 1995-ci ilin 31 dekabrında özünü dənizə ataraq intihar edir. Onun intihar səbəbi indiyə qədər də aydın deyil. Haqqında hətta internetdə də məlumat tapmaq müşkül məsələdir. Onun adı Çingiz Şərifovdur. Ruhu şad olsun. Adını çəkdiyim filmlərdən hansıları izləmisiniz və onun haqqında siz nəsə bilirsinizmi?